Əleyhissalam buyurur ki, Ə'zimu əqdarakum bit-təğaffuli anid-dəniyyi minəl umur. Buyurur ki, alçaq işlərə, belə deyir, hədis belədir. Özünüzün qədrinizi bilin, nə ilə? Alçaq şeylər haqqında düşünməyi özünüzə rəva bilməyin. Yaraşdırmayın özünüzə, öz qədrinizi belə bilin. Ən pis günahlar zehninlə bağlıdır, riya. Deyir ki, mənə tərifləsinlər. Evi yıxılır onun. Ucub ondan da betər. Mən gör neynədim. Fikirdir bu fikir. Mən gör neynədim. Bilirsiniz niyə görə bu pis fikirdir? Çünki mən, qapanıb mənə, elədiklərinə baxır. O tərəfin verdiyinə baxmır. Ona baxanda İmam Hüseyn deyir, Əli boşan, bu 2 rükət namaz qılır, mən namaz qıldım. Bir dəfə naməhrəmə baxmır, deyir, mən falan işi gördüm. Peyğəmbər deyir ki, o günah ki, diqqəti Allaha yönəldir, o ibadət ki, mənə yönəldir, ondan o günah yaxşıdır. Görürsünüz, diqqət nə qədər önəmlidir. Sən demə, əməl də diqqət üçünmüş. Deyir, günah elədin. Günah bəzən adamın diqqətini Allaha aparır axı. İstiğfar edirsən, gedirsən Allah. Deyir, Allaha diqqət yönəldən günah, özünə səni diqqəti yönəldən itaətdən daha yaxşıdır. Təsəvvür edin, diqqət imişsə sən demə hər şey. Allah adamdan nə istəyir, Peyğəmbər nə istəyir, Əhl-i-Beyt nə istəyir, heç nə. Deyir, bizə diqqət eləyin. Diqqət eləyin, biz də sizə diqqət eləyək. Bütün din bunun üçün gəlib. Diqqətimizi cəlb eləsin Allaha tərəf. Allaha tərəf. Düşüncə, bir an düşünmək 70 il ibadətdən üstündür. O hürrün düşünməkdir. Hürrün düşünməkdir o. Bir an düşündü, 70 il, bir ömürdən üstün idi düşünmək. O ki, Həzrət Zəhranın adını dedi, mən dilimə gətirmərəm. İmam Hüseyn ona məntiqlə danışdı. Dedi ki, məni dəvət eləyiblər, bəli. Özləri dəvət eləyib, bəli. İndi gəlmişəm. İndi yaxşı deyirlər ki, istəmirik səni, bıraxsınlar, çıxım gedim. Çox məntiqli danışdı. Çağırıblar, gəlmişəm. İstəmirlər, mən bir söz demirəm, mən çıxım gedim. Dedi, yox, onda İmam Hüseyin dedi ki, səkilət qovmuş, anon matəmində ağlasın, nə istəyirsən sən mənə? Onu deyəndə bir an diqqət Həzrət Zəhraya yönəldi. Bax, görün, Allah'ın olsun, bunun əvəzidir. Dedi ki, xanım Fatimə Zəhranın, sizin ananız Həzrət Zəhranın adını mən dilimə gətirməyə ləyaqətim yoxdur. Fikir niyə həmin anda Həzrət Zəhranın əzəmətinə getdi? Onun cavabını aldı. Onun cavabını aldı və bəzən bir an düşünmək, diqqətin bir yerə yönəlməsi tamamilə dəyişir insanı.